Buradan çiyələk satana üzümü tutub demək istəyirəm ki, hamısı çürükdür. Öz seçdiklərimdən başqa. Nəysə, başlayaq. Schengen vizası olan yumurta çörək hazırlayırıq. Yəni French toast. 1 ədəd yumurta, biraz süd. Düşünürəm ki, bu qədər bəsdir. Çox az darçın. Bu qədər. Duz. Çox az şəkər. Bu qədər. Qarışdıraq. Tavanı isidirik, çox az kərə yağı əlavə edirik. Çörəyi bu qarışıma belə bu formada edirik və tavaya əlavə edirik. Harasa yanır. Tavada hər iki tərəfini qızartdıq. Burası biraz yanıb, fikir verməyin. İndi bunu servisə hazırlayaq. Kimə servis? Təbii ki, mənə servis. Özüm yeyəcəm. Çiyələk qoyacam. Sevirəm. Çox az qaymaq. Biraz da çiyələk mürəbbəsi əlavə eləyəcəm. Hazırladığım boşqab belə görünür. Dadına baxaq. Mama, gəl dadına bax.